How are you? I'm good. How are you? How are you? How are you? Bak bunu İzzet'in maması verin. Gözler. Nereye geçen karşılık olmaz. Karşılık verdim ki, hə, o düşərli olsun ona. Düşərli olsun. Bir de içinde bu məbləği bizə verin. Yok bunu biz göstərməliyik. Banu, şəhidimiz Allah sizə can sağlığı versin. İzzət sizə Allah rəhmət eləsin. Məbləği də deyək. Yox, deyək, 1000 manat deyək. Hə, 1000 manat məbləğ. Bunu Fatimə ilə Orxanımızın əməliyyatını tutub olacaq. Çünki bilirsiniz, o Sonrasında qaytarsınız. çox sağ olun. Ayca. Mən yenə deyirəm, təəssüf edirəm ki, gec gəlmişəm bura, amma yenə də gələcəm inşallah Allah. Gəlməyənlər Və mən buradan istəyirəm ki, nə deyim, bizim qabaqda çox illərimiz var da, illər gəlir. İzzətin 5 ildir ki, şəhid olub. Mən istəyirəm ki, buradan analarımıza səslənim. Mən özüm 2 cəmi il vermişəm. O ikinci ili verəndə niyə ili yandırdım? Baxdım süfrədə deyirlər ki, filan kəsin süfrəsində filan şey var idi, bunda yoxdur. Şəhid məclisinə gəlir. Filan şey var idi, bunda yoxdur. O çox verdi, bu az verdi. Baxdım ki, bunlar yeməyə gəlir. Və o bizim ehsan verdiklərimizdə hamısının evində hər şeydə var. Və mən 2 il verdim. 3-cü, 4-cü, 5 il olur. Həm mövluda olur. Fevralın 28-də gələcəm inşallah bura. İnşallah. Həm ad günündə, həm ilində mən getdim uşaq evinə, qocalar evinə, ora verdim. İndi mən analarımıza deyirəm ki, kimlərisə niyə çağırıb yedizdirək? Nəyə görə? Biz uşaqlarımıza deyirlər ki, filan kəsdə filan şəhid tanınmır. Gəlin, yenə də deyirlər, onu çəkməkdə olmasın, amma niyə çəkib paylaşıram? Siz gəlin bunu eləyin sizdə, deyə paylaşıram. İnsan bir əlində verdiyi, bir əlində bilməz. Utanıram mən. Yox, amma niyə ki? Mən bildirirəm ki, nə olar? Gəlin siz də, bax, analar, uşaqlarınıza verdiyiniz ehsanı kimlərsə yedizdirirsinizsə eləməyin. Mən onu evimdə eləməyim, bir qazan həmin günü. Asıram uşaqlarım üçün. Amma ömrümün sonuna kimi, necə ki canımda can var, qazanacaq. Allah da verir uzunu. Gətirə biləm belə uşaqlara. Gəlin biz də eləyək bunu. Xahiş edirəm. Gəlin uşaqlarımıza dəstək olaq, kömək olaq. Bir dənə şəhidin puluna, yəni o ehsan verdiyimizəsə, bu uşağımıza yardım olursa nə xoş bizə. Bunları yaşadıqsa nə xoş. Mən onu ürəklə eləyirəm. O, bax, inanın, pulda hamısında da qəpiyə halal əziyyətli. Bax, qızımız da Allah kömək mənim yanımda da kömək edir. Yenə deyirəm. Halal xoşlar olsun, yenə də eləyəcəm. İnşallah. Hələ çox az elədim, amma yenə də eləyəcəm. Yox, bizim üçün o qədər, sizin buraya gəlişiniz bilə və o qədər dəyərlidir ki, həqiqətən onun üçün sizə çox təşəkkür edirəm. Yenə də bu uşaqlar da hamısının analarına deyin, adresində bəlli. Gəlsinlər olaraq təmənnasız paltarda tikəcəm. Nə istəsələr də eləyəcəm. Hər şeydə, özündə paltar, yəni parça alıb gəlmirsiniz, parçalarım da var. Gəlin sizə parça da var, paltar. Niyə gülürsən? Yaxşı, Humaya plaket gəlmiş. Çox sağ olun. Yaxşı ki varsınız. Sizin kimi insanlar cidden azdır. Hə, çox azdır. Çox azdır. Amma çox olsun. Bilin ki biz bu fani dünyada yalandan yaşayırıq da. Artırmayaq. Kimə qoyub gedəcəyik? Həqiqətən. Amma bunlara dəstək kömək bunlar yaşamalıdır. Bu dünyada bunlar problemli xəstə deyirlər. Bəli. Onlar bu dünyada nadir doğulan insanlar. Əgər yaşayırıqsa, bugün bu uşaq rahat deyilsə, yediyimizdən bölməliyik. Çünki Allah bizi onun üçün dünyaya bəxş edib. Biz inanırıq ki, hər zaman bərabər olacaq. Hər zaman sizi mən sizin yanınızdayam, hər tərəf yanınızdayam, nə lazım olsa. Birdən ola bilər ki, tədbir eləyirsiniz, uşaqlara geyirlər, hər şeyi mən eləyəcəm. Allah kömək etsin. Nə lazım olsa mən sizin yanınızdayam, bir bacım da bax sizin yanınızdadır. Allah kömək etsin. O mənim yenə deyirəm, buradan da hamı yanında da deyirəm. Heç bir qox məqləbəmə dəyişmirəm. Bu mənim ürəyim, bu mənim hər şeyim, doğmamdır da. O demək deyil ki, sənə doğma bir anadan, atadan olasan. Vallahi o mənim üçün o qədər doğmadır ki, onun o qədər məndən də yaxşıdır. Yəni həyatda ilk dəfə bir adamı deyirəm ki, özümü tapmışam. Mən onda özümü tapmışam. İndi siz də həmçinin Allah çox sağ olun. Allah köməyiniz olsun. Mənim üçün çox xoş oldu. Ürəyim yenə gələcək. Çox təşəkkür edirəm. Can. Tanıyırsan Nuriq bu xalanı? Tanıyırsan məni? Kimdir bu? Kimdir? Bizə kimdir?
İzzət var, şəhidimiz. Onun Onun maması. Görübsən? Çox sağ ol. Çox sağ ol.